Toyunun səsi əks-səda yaradacaqdı, amma fəryadı dağlara səs saldı. Ov etmək üçün qayaya qalxan gəncin özü qurban oldu. Bədbəxt hadisə Şəkidə baş verdi. İndi təfərrüatlardan xəbərdar olacağıq. 26 yaşlı Mehman Cəmilovun meyidi Şinkəndi yaxınlığında yüksək dağlıq ərazidən tapılıb. İlkin araşdırma zamanı məlum olub ki, dağlıq əraziyə ov etmək üçün gedən Mehman Cəmilov qayadan yıxılıb və aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Yıxılıb da oradan, düşüb də aşağı. Əcəli çatıb rəhmətə gedibdi, onu gidib güclə, zorla gətirmişik. 1-2 kilo ətmət olar deyə ziyarət var o dərədə. Ziyarət adı ilə çıxıb gedirlər. Sonra da görürük ki, bunlar akazısı ovdadılar. Çıxıblar dağa. Sürücü bayağı yıxılıb. Biri uzaqda olub, biri dipsdən o yandan düşərsə, mən biləm ki, gəzişiblər deyir dərşində. Özüm dəli o düzgün görməmişəm ki, uşağı gələndən sonra. Gerçi təxmin bilirik də, biz oraları tanıyırıq, biz çoban da olmuşuq orada, qoyuna da getmişik ki, bu adam haradan yıxıla bilər, harada ola bilər, haradan cığır keçir. Cığırın da indi buz bağlayan vaxtlardır, cığırlar buzlanıb, keçib indi cavan uşaqlar, onlar bizim qədər bilə bilməzlər. Mərhumun cəsədini tapmaq isə o qədər də asan olmayıb. Birlikdə ova gedən Mehman Cəmilov və Səxavət Məcidov ov zamanı bir-birindən ayrı düşüblər. Bir müddət keçdikdən sonra isə Səxavət Mehmanın gəlmədiyini görüb. Ov yoldaşının kəndə geri qayıtdığını düşünüb. Ancaq kəndə gəldikdə Mehmanın hələ də qayıtmadığını anlayıb təşvişə düşüb. Getdik, axtardıq, birinci günü tapa bilmədik. İkinci günü yenə getdik, cəmaatı yığdıq. Haradasa bir 20-yə qədər nəfər adamla. Əvvəlki günü baxmadığımız yerlərə baxıb axtarında nəsə oradan keçmiş vəziyyətdə tapdıq meyitini. Mehman Cəmilovun payızda toyu olacaqmış. Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.